Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedenil emin ve ala alihi ve ashabihi ve barik ve sellem ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefkahu kavli. Rabbi zidni ilmen ve fehmen ve elhikni bis salihin. Amma ba'd ya ibadallah. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşlerim, her biriniz hoş gelmişsiniz. Allah Azze ve Celle gelişinize ve hemsinin burada elde etmiş olacağınız faydaya bereket versin. Allahümme amin. Keçən dərsimiz bildiği üzere İmam Rahmetullahi Aleyhin bugünkü dersə, hansı ki zikr edəcəyik, hazırlıq mərhələsi idi. Dərsimiz nədən ibarət idi? Qul cəmiyyətin içinə daha gözəl bir şəkildə qarışmaqdan dolayı müəyyən bərpa mərhələsinə girməlidir. Hansı ki o mərhələnin adı da inzivadır. Yəni, yenə dedik, bunun bir rəqəmi yoxdur. Bu 3 gün də olar, 1 gün də ola bilər və gecənin bir neçə saatı da ola bilər. Ki qul özünü bərpa eləsin, yəni yeniləsin. Çünki niyə görə? Şəxsi ilə mücadilə, şəxsi ilə mübarizə aparmır. Mücadilə və mübarizə aparması gərəkən bir cəmiyyət var. İnşa etməsi, emar etməsi gereken bir ortam var, bir insanlıq var. Ona görə də birinci özü ilə başlamalıdır. Özünü ihya eləməlidir ki, insanları ihya eləyə bilsin. Və İmam Rahmetullahi Aleyhin inziva dərsindən sonra, yəni biz inzivaya çəkiləndən sonra İmam təzdən bizi Allah Resulü sallallahu aleyhi və səlləmin hədisləri ilə və Uca Allah Azza və Cəllənin ayətləri ilə yenidən meydana qaytarır. Və biz indi pillə-pillə onları zikr edəcəyik. İmam birinci mərhələdə zikr edir ki, insanlara yaxşılığı əmr edib pislikdən çəkindirə biləcək. Demək ki, biz bərpa olunandan sonra meydana qayıdıb insanları yaxşıya tövfiq edib, daha doğrusu yaxşıya təşviq edib və pislikdən onları çəkindirməliyik. Və biz bilməliyik ki, bu əməl həqiqətən bizim işimizin, qayəmizin əslidir. Əslidir və bundan dolayı bizə bir söz gəlmədiyi təqdirdə biz pis olmalıyıq. Bundan dolayı bizə bir söz gəldiyi təqdirdə sevinməliyik. Çünki doğru yol üzərəyik. Çünki Loğman əleyhissalam qaydanı belə başa saldı ona. Ya buneyyə, aqimissalə, əmri bil ma'ruf və nəhyanil münkər. Namaz qıl, yaxşılığı əmr elə, pislikdən çəkindir, fasbir aləmə asabik. Və bundan dolayı sənə isabət edən bütün müsibətlərə səbr elə. Bu meydanda olan insanın qarşılaşa biləcəyi haldır. Meydanda olan, meydana çıxan insan bu halı gözünə almalıdır. Ki bununla qarşılaşacaq və qarşılaşmasa əgər özünü sorğu-sual eləməlidir yenidən ki, niyə görə belə bir şeylər mənə isabət eləmir? Demək ki, mən doğru yolda deyiləm. Demək ki, mənim sözlərim insanların narahat eləmir. Ki biz bunun üzərində çoxlu zikir eləmişik, təkrarçılıq eləmək istəmirəm, qayıtmaq istəmirəm. Yeni gələn qardaşlarımıza sadəcə olaraq xatırlatmaq istəyirəm ki, bir vaiz, bir dəvətçi öldüyü zaman insanlıq bütün hər üzü ilə, yəni istər fuhuş əhli olsun, istər onlara bənzər əhl olsun, istər qadınlaşan kişilər olsun, bunların hamısı bir vaizə rəhmət oxuyursa, bir dəvətçiyə rəhmət oxuyursa, o kişidə problem var. Ölmüş bir dəvətçiyə bank işçisi rəhmət oxuyursa, o kişidə problem var. Demək ki, onun sözləri onu vaxtı üçün narahat eləmədi. Allahın ayətlərini doğru çatdırmadı. Ya eyyuhellezine amenu la ta'kulur riba ad'afan mudafa. Ey iman edenler qat-qat artırılmış şəkildə faiz yemeyin. Bunu doğru şəkildə çatdırmadı yəqin ki, vaxtında ki, bu gün öləndə deyirlər ki, filan kəs məsəl üçün hacı, axund, yaxud nə bilim, imam filan kəsə Allah rəhmət eləsin, yaxşı adam idi. Elə oldu, elə oldu. Sənə kimlər rəhmət oxumalıdır? Sənə müvahidlər, sənə mücahidlər, sənə müminlər rəhmət oxumalıdırlar. Çünki sən onlara xoş olan ayətləri, onların bədəninin, ruhunun qidası olan ayətləri zikr edirsən. Digər əhl müxalif əhllərdir. Və İmam Rahmetullahi Aleyh deyir ki, kişi bərpa olandan sonra, yəni inziva dönəmini, təklik, xəlvət dönəmini keçəndən sonra meydana düşər və uca Allahın ayətlərini və Rasulunun sallallahu aleyhi və səlləm hədislərini zikr eləyər, insanlara çatdırar və bir toplumu irşad etməyə, irşad olunan topluluğa ədaləti gətirməyə və ədaləti gətirdiyi təqdirdə də həmən toplumun rəfahı üçün çalışır. Yəni o toplum qurtarsın, o toplum qurtulsun, rəfaha çatsın, rahatlıq tapsın.
Və qardaşlar, bunu etmemiz üçün yenə deyirəm, bizim müəyyən səviyyədə özümüzlə məşğul olmamız lazım. Yəni özü ilə məşğul olmayan bir kimsə, yenə deyirəm, insanlığa heç bir şeyi nida edə bilməz. Yəni özü ilə məşğul olmayan bir insan münadi rolunu, yəni xitab rolunu oynaya bilməz. Və ondan sonra Rəbbimiz Azza və Cəllə İmam Rahmetullahi Aleyhin dili ilə bizlərə çatdırır ki, belə deyək, ayətlərini zikr etməsi səbəbilə onları incitməyəcək və onlardan gələcək pisliklərə qatlanacaq. Kimləri incitməyəcək? Mənsub olduğumuz cəmiyyət, hiccət etdiyimiz cəmiyyət və artıq Allah qədərində bizi tabiri caizsə haralara sürükləyəcəksə artıq, oralarda bulunduğumuz zaman o insanların sözləri bizim boğazımızdan keçəcək, onlara, həmən insanlara tab gətirəcəyik və sözlərimizlə onları incitməyəcəyik. Yəni, bu əsasən əxlaqi bir babdır. Demək ki, sən qarşı tərəfi dinləyəcəksən. Baxın, insanların bu dəqiqə cəmiyyətə qarışmağın önəmi nədir? Cəmiyyətdə müsəlman olmağın, yəni bir insan sən gəldiyin zaman baxıb da həzə muslim, yəni bu müsəlmandır, bu gələndə İslamın rəngləri var. Niyə görə deməlidir? Niyə görə deməlidir? Daha doğrusu, nə üçün deməlidir? Sən o rəngi qırağa saçırsan deyə. Bunun səbəbi ilə o insan sənə onu deyəcək. Bunun səbəbi ilə artıq insanlar səni faydalı görəcək. Nəbi sallallahu aleyhi və səlləm bizi insanlara, cəmiyyətə, nəinki müsəlmanlara, hətta bulunduğumuz cəmiyyətdə bütün insanlara faydalı olmağa çağırır. Bütün insanlar. Baxın, yadıma gəlir, söhbətdən kiçik bir məsələni şaxələndirəcəm. İnşallah yenidən toparlayacağıq. Əsasən biz bilirik ki, dəvətçi olanlarımız, dəvətçi olan qardaşlar, ümumiyyətlə Allahın dinini dərd edən insanlara qıraqdan istər böyüklər olsun, istər şeyxlər olsun, xocalar olsun, nəsihət edirlər ki, sən dəvətçisən, sən çox zarafat eləmə qardaşlarınla, dostlarınla və s. və ilə axır, yəni də bir ağırlığını, heybətini qorumaq adına. Bir gün elə oldu ki, bir qardaşa bu nəsihət olunduğu zaman mən də şahidlik elədim və orada həmən şeyxə Allah Resulü Aleyhisselatü Vesselam'ın hədisini xatırlatdım. Dedim, Nəbi sallallahu aleyhi və səlləm bəs buyurmurmuş ki, insanlara qaynayıb qarışmayanda xeyir yoxdur. Allah Resulü Aleyhisselatü Vesselam buyurur. Buxarıda keçir hədis, insanlara qaynayıb qarışmayanda xeyir yoxdur. Yəni sən onlarla deyəcəksən də, güləcəksən də, zarafat eləyəcəksən həddində. Qardaşın bundan, yəni bu zarafatları, bu deyib gülməni, bu münasibəti əlində saxlayıb da artıq suyu istifadə edirsə, o qardaşının ayıbı olsun qoysun. Sənin ayıbın olmasın. Sən Allah Azze və Cəllənin şəriətinin daxilində etməli olduğun şeyləri et. Qardaşın istifadə edib sənlə başqa yerlərə daşıyırsa bu zarafatları, sənə qarşı hörmətsizlik, ədəbsizlik edirsə, qoy bu onun ayıbı olsun, qoy bu onun ədəbsizliyi olsun. Qoy elə belə deyək ki, Allah Azze və Cəllə sinifdə saxlamasın heç bir qardaşlarımızı. Qoy sinifdə qalan o olsun. Tamam mı? Dəvətçi kimi sən sinifdə qalma, yəni sən o mərhələdən də adla. Və yenə Allah Azze və Cəllə Fətih Suresi 29-cu ayətdə buyurur ki, Estağfirullah, Muhammedur Rasulullah vəllezine ma'hu eşiddâhu aləl kuffar ruhamâ beynəhum. Muhammed Allahın Rasuludur. Onunla bərabər olanlar, cəngavərlər, o igidlər, qardaşlarına qarşı çox mərhəmətlidirlər, kafirlərə qarşı çox şiddətlidirlər. Bu cəmiyyət dinidir. Demək ki, Allah Resulü sallallahu aleyhi və səlləm mərhəmət dediyi zaman nəyi nəzərdə tutur? Əslində altı doldurula biləcək böyük bir mənadır mərhəmət kəlməsi. Yəni orada sən qardaşına əl vurmursan, sən qardaşını sözlə incitmirsən, savay şeylər var. Məsələn, onun ehtiyacı olduğu halda həm fiziki, həm mənəvi onun yanında olmalısan. Gücün çatır maddi onun yanında olmasan və ən ehtiyaclı duyulan şey vaqiədə nədir qardaşlar? Dinlənilmək. İnsanların bir-birlərini dinləməsinə, insanın bir başqasına, öz qardaşına dərdini açıb söyləməsinə, təbii ki, Rəbdən şikayətdən getmir məsələ. Sadəcə olaraq halını izhar eləməsinə çox ehtiyacı var. Ona görə bu dəqiqə istər müsəlman olsun, istər qeyri-müsəlman olsun, hamısı psixologların yanına qaçır. Pul verirlər ki, heç sən otur, yarım saat, bir saat bizi dinlə. Amma bunu müsəlmanlar öz içlərində həll eləsələr, vallahi bir müsəlmanın psixoloqa getməyi ayıbdır. Bu qədər müsəlman fərd varkən.
bu qədər dəvətçi varkən, bu qədər təbliğçi varkən, bu qədər ağsaqqal varkən gedib onun müəyyən bir məbləğ qarşılığında psixoloq yanına oturub ona dərdlərini söyləməsi müsəlmanların ayıbıdır. Və üzürlü ayıb deyil bu. Üzürsüz ayıbdır. Çünki sənin qarşını nə alır? Bu boyda cəmiyyətdə bir dənə adam olmadı mı ki, hansısa qardaşının dərdini dinləsin? Və imam deyir ki, onları incitməyəcək və onlardan gələcək pisliklərə də qatlanacaq adamlar. Demək ki, həm onlara yaxşılıq eləyəsən, incitməyəsən və bərabərində yaxşılıq eləyəsən və pislik gəldiyi zaman sən qula bağlamamsan axı etdiyin əməlləri, elə deyil? Qardaşlar, əməlləri qula bağlamamsan axı. Sən quldan pislik gəldiyi zaman əməldən əl çəkəsən. Quldan pislik gəldiyi zaman ona qarşı düşmənçilik eləyəsən. Sən nə edirsən? Sən peyğəmbərlərin aleyhisselam siyasətini, yəni sünnətini özünə sirayət etdirirsən, yəni özünə cəlb edirsən. Nədir o? Bizim əcrimiz yalnız aləmlərin Rəbbi olan Allah qatındadır. Sən edirsən, etməyini saxlamırsan. Təbii ki, nəfsə çox ağır gələn bir şey. Daha rahat danışmağımıza baxmıyor. Ona görə də həmən inziva dövründə o tərbiyədən keçməliyik. Baxın, bu meydanda həqiqətən haqqını verməkdən ötürü inzivada həqiqətən öz nəfsimizi islah eləməliyik. Müəyyən pillələrdən, mərhələlərdən keçməliyik ki, bugün yaxşılıq etdiyimiz adam bizə pislik eləyəndə deməyək ki, buna bax necə nankor adamdır, mən buna yaxşılıq etdiyim təqdirdə o mənə bir pislik elədi. Və bundan dolayı o əməldən əl çəkmək. Deyəcəm, mən ona Allah rızası üçün yaxşılıq etdim və Rəbbimdən də bir pislik görməmişim. Ola bilər ki, o nankor olsun, ola bilər ki, o bunun qədrini bilməsin, ola bilər ki, o mənə əksi bir şeylə cavab versin. Lakin mən aləmlərin Rəbbi olan Allahdan yaxşılıqdan, zənginlikdən, mərhəmətdən, nəvazişdən, qayğıdan, diqqətdən başqa bir şey görməmişəm. Rəbbim mən belə olduğu təqdirdə, hansı ki bütün qardaşlar, bütün qullarına belə olduğu təqdirdə mən 2-3 dənə müsəlmana belə ola bilməyəcəm. Allah Azza və Cəllə bizi yenidən nə üçün yaratdığını zikr edir. Buyurur ki ayətdə Estağfirullah və izqalə rabbuka lil mələikəti inni ca'ilun fil ardı xalifə. Yer üzərində öz xəlifəmi yaradacağam dedi mələklərə. Dedi ki, yer üzərində öz xəlifəmi yaradacağam. Kimdə o xəlifəsi? Bayrağı əlinə alan adam. Kimdə o xəlifəsi? Allahın dini ilə dərdlənən adam. Kimdə o? Həqiqətən mən müsəlmanlardanam deyib Allah Azza və Cəllənin bizlərə qullarına yüklədiyi o misyanı mənimsəyən kimsədir. Baxın nə deyir ayət? Deyir ki, Estağfirullah, kuntum xayru ummetun uxricət linnəs. Deyir, siz insanlıq içərisindən çıxarılmış ən xeyirli ümmətsiniz. Bu tabi olunur, daha doğrusu bu birbaşa əsasən aid olunur sahabəyə. Allah tamamına razı olsun. Ondan sonra biz buradan özümüzə bir pay götürə bilərikmi? Bəli, götürə bilərik. Sələfin salih kimsələr deyir ki, buradan bütün insanlığa pay var. Kuntum ummetun uxricət linnəs. Kuntum xayru ummetin uxricət linnəs. Siz insanlar içərisindən çıxarılmış ən xeyirli ümmətsiniz. Niyə? Tə'muruna bil ma'ruf və tənhauna anil munkar. Çünki yaxşılığı əmr edib pislikdən çəkindirirsiniz. Demək ki, yaxşı insan, yaxşı qul, cəmiyyətdə faydalı olan adamın xisləti nədir? Başlıca yaxşılığı əmr edib pislikdən çəkindirmə. İkinci nədir? İkinci olmağına rəğmən bu əslində həmən evin damıdır. Yəni bir ev düşünün, bu sadaladığımız ikinci xislət əslində evin damıdır, sadəcə olaraq sıralamada ikinci yerə düşüb ki, o da əxlaqdır. Çünki Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, mizanda ən ağır gələn əməldir əxlaq. Mizanı dolduran əməldir. Sizin mizanda, yəni hesab günü ən ağır basacaq olan əməliniz də əxlaq. Gözəl əxlaq danılır. Sallallahu aleyhi ve sellem. Ona görə bütün bunları etdiyimiz zaman bizə nə lazımdır? Bizə gözəl bir əxlaq lazım. Gözəl bir əxlaq lazım. Nəsihət verici olaraq da gözəl əxlaq lazımdır. Nəsihət qəbul edici olaraq da gözəl əxlaq lazımdır. İnsanların dərdini dinlədiyimiz zaman da, onun dərdini alıb digər insanlarla bölüşdüyümüz zaman da, bir kimsə bizi dinləmədiyi zaman da, bir kimsə bizə pislik etdiyi zaman da, hər bir yerdə həyatımızın İslam adına bütün sahələrində gözəl əxlaq bizim olmazsa olmazımız olmalı. Bunu da harda qazanacağıq? Bunu da meydandan öncəki mərhələdə, hansı ki nəfsi təzkiyə olmalıdır. Yəni nəfsi təzkiyə, nəfsini təmizləmə. Nəfsinin mərhələsini
atlatmaq, pislikdən qurtulmaq, yaxşılığa doğru getmək və həmən yaxşılıqda mutmain tapmaq. Ki o da nədir? Nəfs-i mutmaindir. Yəni nəfsin mutmain olur. Artıq rahatdır. İlə bi zikrillah mutmainnəl qulub. Qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar. Onun üçün də Allaha həmd olsun. Biz daima uca Allahı zikr etməliyik və bu xüsusda, yəni bu əməli icra etdiyimiz zaman gözəl əxlaq göstərməliyik. Və buyurur ki, insanlarla belə kimsələr birlikdə yaşamalıdır. Hansı ki, bayaq zikr etdiyimiz kimsələr birlikdə yaşamalıdır. Cümə namazına gedib yığıncaqlarda iştirak etməlidir. Baxın, Allah Azze ve Celle bizləri toplu olan şeylərə çağırır, tələsdirir. Cümə namazıdır və cümə namazından sonra ayətin davamını icra edib də müəyyən təyin olunmuş günlərdə təşkil olunmuş məclislərə yenidən Allah Azze ve Celle bizləri çağırır. Nida edir ki, gəlin, bax, deyir ki, cümə namazlarına və yığıncaqlarda iştirak etməyidir o insanın üstünlüyü, o kimsənin. Demək, biz daima zikr elədik. Bu məclisdə danışan da, dinləyən də, çay xidmətinə baxan da, hamısı eyni səviyyədə adamlardır. Allah qatında hamısı xidmət eləmək üçün buradadır. Və qardaşlar, bir də bu məclisin nəsib olmadığı adamlar var. Məsələ ancaq bu məclisdən getmir. Ümumiyyətlə, Allah'ın zikr olunan məclislərin nəsib olunmayan adamlar var ki, onlar elə bir xeyirdən geridə qalırlar ki, Təbii ki, niyyət edib müəyyən zəruri səbəblərindən dolayı qatılmayanlar bundan müstəsnadır. Elə bir xeyirdən geridə qalırlar ki, qudsi hədisdə Allah Subhanahu wa Taala öz nəbisinin dili ilə bizlərə söylüyor ki, deyir, onları deyir Allah'ın məhəbbətindən dolayı ora gələnlər. Başqa heç nədən dolayı. Başlıca səbəb nədir? Allah'ın məhəbbəti. Gedin falan qardaşımı görüm, falan dostumu görüm, qardaşlarla muhabbət eləyim, belə bir şey deyir. Allah'ın məhəbbəti deyir, məhəbbəti onları bir araya gətirər deyir. Kim ki deyir, o məhəbbətin ətrafında bir araya toplanarsa, uca Allah'ı tərif, təsdiq, tənzim eləyərsə, onlara məclisin sonunda bir münadi göndərilir. Qalxın, bütün günahlarınız bağışlanmış şəkildə olaraq və günahlarınız səvablara dönüşmüş şəkildə olaraq. Vallahi deyirəm, insan yəqin eləyərsə və biz Rəbbimizə yəqin olarıqsa, ümidvarıq ki, həqiqətən də bu məclisdən qalxdığımız zaman hamımızın və yaxud da bir çoxumuzun və yaxud da bir neçəmizin günahları ciddi şəkildə, yəni belə deyim də, baxdığımız zaman miqdarına gözlə görülə biləcək şəkildə bizlərdən arınmaqdadır. Hansı ki, onu Ömər radiyallahu anhu teala bir bənzətməklə Tihame dağına bənzədir. Deyir, kişinin deyir, Tihame dağı qədər boyda günahı olsa deyir, o Allah zikr olunan məclisdən deyir, qalxdığı zaman deyir, o dağdan deyir, əsər əlamət qalmaz deyir. Əsər əlamət qalmaz deyir. O qədər ciddi deyir, kişinin günahları tökülər, ondan deyir, arınar deyir. Allah Azze ve Celle bizi o qullarından eləsin. Və həqiqətən fitnəli zamanlarda özümüzlə məşğul olub və həmçinin meydanları da boş qoymamağa çox ehtiyacımız var. Və hər şeyin başı sağlam, ixlaslı bir əməl, ruh və gözəl bir duadır həqiqətən. Bunların ikisi bir mömində toplansa, tövhid həmən o iki əməlin tacı olmağı ilə bərabər kişi sağlam bir həyat yaşayır. Sağlam bir həyat yaşayır və artıq evinin içində qurmaq istədiyi o otorite, yəni o İslami bir həyat, yəni şəri bir yaşantı artıq onun hasarının çölünə vurar. Yan məhəllələrə vurar. Allah Azze ve Celle həqiqətən yaşamaq və bu şeyi yaşatmaq istəyənləri yaxşı bilir. Rəbbimiz buyurur ki, ayət-i cəllədə, Ankebut surəsində, Əhəsibən-nəsu ən yutrəku ən yəqulu əmənə və hum lə yuftanun. Deyir, onlar iman etdik dedikdən sonra imtihan olunmayacaqlarını zənn edirlər. Bax, iman etdik deyirik, bu bizim nəyimizdir? Meydanda olmaq, imtihanımızdır. Allah Azze ve Celle aramızdan səbr eləyənləri və cihad edənləri aşkar etsin deyə bu şeyləri bizim qabağımıza çıxardır.
Bunu Ali İmran suresinde deyir. Aranızda səbr eləyənlər və cihad eləyənlər aşkara çıxartmaq üçün bilinir. Cihad ancaq elə qılacaq müəyyən yerlərdə iştirak etməklə olmuş ki, bu da cihad. Mən cahədə fə innəmə yücahidu li nəfsi. Allah azze və cəllə buyurur ki, cihad eləyən öz nəfsi üçün cihad eləmişdir. İnnəllaha ləğaniyyun anil aləmin. Allahın bizim cihad eləməyimizə də ehtiyacı yox da əsli etibarında. Çünki nədir? İnnəllaha ləğaniyyun anil aləmin. Allah aləmlərdən üstündür, o zəngindir, ğanidir deyir, saməddir. Eləyən özünə eləyir deyir. Cihad eləyən öz nəfsi üçün eləmişdir. Meydandayıqsa, meydana çıxmağa niyyət eləmişiksə, öz nəfsimiz üçün eləmişik bunu. Ki Allah azza və cəlləyə nəfsimizi yaxınlaşdıraq, nəfsimiz gözəl bir hüsnü xatimə datsın, yəni gözəl bir sonluq datsın, nəfsimiz Allah azza və cəllənin rəhməti ilə qəbirdə narahatçılıq çəkməsin bədənimiz. Bütün əslində özümüz üçün bir şeylər hazırlayırıq. Bir də hazırlıq görənlərin içində birisi var ki, bir sinif bir kimsə var ki, onlar deyir ki, Allah mənə dünyada və axirətdə nə daddırır, daddırsın, mənim tək təmənnim onun rızasıdır. Yəni istər dünyada, istər axirətdə tasarruf sahibi özüdür. Təbii ki, kişi gözəl şəkildə dua eləyər. Allahdan istəyər, gözəllikləri istəyər. Rabbənə ətinə fid-dunya həsənə və fil-əxirətə həsənə. Burada da, orada da, ikisində də gözəllik istəyər. Lakin deyir ki, mənim təmənnim Allahın rızasıdır. Çalışmam, Rəbbim məndən razı olsun deyədir. Çalışmam tabiri caizsə, Rəbbimi təbəssüm etdirməkdən dolayıdır. Zikrim, onu da mənim onu zikr etdiyim insanların arasındakı daha xeyirli bir toplumun arasında məni zikr etməsindən dolayıdır. Ona görə Allah azza və cəllə deyir ki, "Mən cahədə fə innəmə yucahidu li nəfsi." Cihad edən öz nəfsi üçün cihad etmişdir. Öz nəfsi üçün çalışmışdır. Və Allah azza və cəllə imtahandan danışdı, cihaddan danışdı və bu ayətlərin ortasında bir ayət qaldı. Allah azza və cəllə buyurur ki, Allah doğru söyləyənlər də bilir. Doğru söyləyənlər də bilir və yalan danışanlar da açığa çıxaracaq. Bax, demir ha, yalan danışanlar da bilir. Yəni, səmimi olmayan insanların qorxması gərəkən nədir? Özlərini göstərdiyi kimi, özlərini təqdim etdikləri kimi o gün Allah qorusun, başqa bir sifətlə Allah azza və cəllə onu meydana çıxardır. Allah deyib, doğru söyləyənləri bilir, yalan danışanları da açığa çıxaracaq. Bu nə deməkdir? İnsanlar sənin tanıdığından daha başqa cürə bir şəkildə, şəmalda və təqdimatda onların önünə çıxardılacaqsın. Allah azza və cəllə bizləri o günün içində, daxilində yaşanacaq olan bütün səhnələrdən salamatlı eləsin. Və İmam Rahmetullahi aleyh buyurur ki, onlar xəstələri, bütün bu vəsfləri saydım ha. Bir dənə insanın adını çəkəcəm, inşallah. Bayaqdan zikr etmiş olduğum vəsflər bir dənə insanın adını çəkəcəm. Təkcə onda yoxdur, bütün digər insanlarda da var o dönemdə. Sadəcə olaraq Allah Resulü ona toxunur sallallahu aleyhi ve sellem. Deyir, xəstələri ziyarət edib cənazələrində iştirak etməyin, möhtaclara yardım edib cahillərə yol göstərməyin və bu kimi yaxşılıqların əhəmiyyəti var və bu əhəmiyyət kimlər üçündür? Yenə deyirəm, Allahın dinini dərd edən insanlar üçündür ki, onlar həmin bu vaqiədə, mənsubu olduqları bu bəldədə meydanda olsunlar və cənazəsi ortada qalan bir müsəlmanın cənazəsində iştirak eləsinlər, orada xətiblik etsinlər, o cənazənin arxasıca getsinlər və arxası boş qaldığı zaman insanları da bu əməl sünnətdir deyə o cənazənin arxasında təşviq etsinlər və Allah Resulü sallallahu aleyhi və səlləmin nəbəvi keşməkeşli olan bütün bu məktəbini insanlara çatdırsınlar və buyurur ki, bunların hamısının bir əhəmiyyəti var. Əhəmiyyəti nədədir? Əhəmiyyəti cəmiyyətin islah olmasındadır. Əhəmiyyəti islah olan cəmiyyətin, bayaq da zikr etdiyimiz kimi, islah olan cəmiyyətə ədalətin gəlməsindədir. Ədalətin gəldiyi cəmiyyətində artıq rəfaha çatmasındadır. Yəni, rahatlıq tapmasındadır. Yəni, orada ədalət artıq bərqərardır. Orada hər bir şey, ədalət sistemi, vergi sistemi, təhsil sistemi, hər bir şey artıq nədir? Artıq üstün və tam kamil bir səviyyədədir, formadadır. Və bundan ötürü də hamı, belə deyək, mütəfəkkirlərin bir sözü var,
deyir, qaşığa deyir, qanını qoya bilmirsənsə, qaşığa qanını qoymaq bilirsiniz də misal var. Yəni ki, canın bahasına özünü bu yola belə deyək, heybə eləmisən, qurban eləmisən. Yəni qaşığa qanını qoya bilmirsənsə, heç olmasa daşın altına əlini qoy. Yəni daşın altına əlini qoy nə deməkdir? Sən bilirsən ki, bu boyda qayanı təkcə qaldıra bilməyəcəksən, yenə də deyirsən ki, qoy mən buradan tutum. Allah oradan tutanda nəsib eləyər. Buradan tutanda nəsib eləyər. Sən amma buradan tutmaqla mükəlləfsən. Oradan bir kimsə tutsa da, tutmasa da. Və İmam Nəvəvi rahmetullahi aleyh bunu zikr etməmişlərlə bax, həmən kimsə adını inşallah zikr edeyim. Nəbi sallallahu aleyhi ve sellemin sünnəti var idi. Bilirsiniz qardaşlar. Nəbi sallallahu aleyhi ve sellemin sünnəti var idi. Yuxuları soruşardı. Yuxuları soruşardı. Və bir çoxunu Cəbrail ona bildirərdi artıq. Bir gün Allah Resulü aleyhissalatü vesselam əməlləri soruşur. Deyir ki, bu gün deyəndə, baxın bizim günümüz kimi deyil ha. Səhabənin gecəsi artıq başlayır işa ilə fəcrin arasında. Ümumiyyətlə şəriətdə yəni gecə budur. Deyir, bu gün deyir, kim cənazə namazına qatıldı? Bir dənə əl qalxır. Deyir, bu gün kim bir yaşlıya, bir ehtiyac sahibinə, yəni bir qüsurunun ehtiyacını arada qaldırdı, bir dənə əl qalxır abi. Deyir, bu gün kim sədəqə verdi? Yenə bir əl qalxır. Bu gün kim deyir, əmri bil ma'ruf elədi və münkəri də nəhy elədi? Yenə bir əl qalxır abi. Habi. Əbu Bəkir Sıddıq radiyallahu anh'ın əlidir. Adam bir gecənin içində demək olar bizim bir yaxdan zikr etmiş olduğumuz bütün xeyirli əməlləri edir. Əslində əli də belə. Əslində Ömər, Osman, Talha, Zübeyir, Abdurrahman bin Af, Musab bin Umeyr, Habbad bin Ərəd, əslində hamısı belə idi. Amma o gecə Əbu Bəkirin əli qalxdı, hamısında havaya. Allah tamamından razı olsun. Və bizləri onların şəfaətinə nail eləsin. İmam Nəvəvi son olaraq deyir ki, bütün bu mövzu haqqında deyir, bil ki, söylədiyim şəkildə insanlara əziyyət vermədən onların arasında qarışmaq Rasulullah sallallahu aleyhi və səlləmin və digər peyğəmbərlərin, Xülafai Raşidinin, onlardan sonra gələn əshab və tabiinin, eyni zamanda daha sonra gələn müsəlman alimlərə fəzilətli kəslərin tutduğu yoldur. Müsəlman alimlərlə fəzilətli kəslərin tutduğu yoldur, deyir, zikr elədiyim həmin vəzifələr. Tabiin və onlardan sonra gələnlərin əksəriyyəti bu fikri mənimsəmişlər. İmam Şafi, Əhməd bin Həmbəl və fəqihlərin böyük əksəriyyəti də belə düşünürlər. Allah hamısından razı olsun və Allah Azze və Cəllənin Əl-Maidə surəsinin ayət cəlləsində bizlərə çatdırmış olduğu ayəti zikr edirik. Və inşallah dərsimiz burada da bitir. Rəbbimiz buyurur ki, Subhanahu və Teala, Əstəğfirullah, yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun. Sadaqallahul azim. Subhaneke Allahumma ve bihamdik ve neşhedü en la ilahe illa ente ve estağfiruke ve etûbü ileyk ve ahiri ve da'vana inelhamdülillahi rabbil alemin. Allah razı olsun.